və başladım LinkedIn istifadə etməyə. O vaxtı mən hatırlayıram ki, atama demişəm ki, bəs LinkedIn nədir? O mənə dedi ki, LinkedIn böyüklər istifadə eləyir LinkedIn-i və sən onu iş axtarmadan istifadə eləmə. Yəni onun mənası yoxdur. Amma mən düşündüm, why not? Let me try. Açdım profili və başladım insanlara baxmağa, kim harda işləyir, iş mühiti necədir, kimlər necə komment yazır və başladım connection atmağa insanlara və təbii ki də bundan əvvəl bir profil qurdum ki, mən nə işlə məşğulam. Və başladım professorlara oradan mesajlar göndərməyə. Professorlara mesajlar göndərəndən sonra gördüm ki, cavab vermirlər. Maillərini tapdım. İnandırım sizi, Stanford, Caltech, Harvard, Brown, UPenn, UT Austin, bütün nüfuzlu universitetlərə, ABŞ-da, həmçinin UK-də, Aerospace və Mechanical Engineering fakültələrində olan dekanlar və professorlara mail atdım. Və mail atanda görürəm ki, professorlarla əlaqəyə keçmək çox çətindir. Həqiqətən də çətindir. Hətta Azərbaycanın universitetlərinə, Elmlər Akademiyasına, dekanlara, rektorlara maillər göndərmişdim. Amma gördüm ki, mənasızdır. Gördüm ki, cəmaata maraqlı deyil. Təbii ki də professorların vaxtları da yoxdur və buna vaxt ayırmaq səbəb də tapa bilmirlər. Amma 75 ya da 79-cu dəfədən sonra LinkedIn-dən University Federico Napoli 2-dan, İtaliyanın bir universitetdən, Aerospace mühəndislikdə PhD-sini keçən bir, demək olar ki, professor Aniele Marano mənim connectionumu qəbul etdi və razı oldum. Bugünə qədər Daniele ilə görüşməmişəm. Onlayn danışmışıq. Hətta qolumuz da olmayıb. Mail vasitəsilə, Google Docs vasitəsilə, fərqli proqramlar vasitəsilə danışmışdıq, researchumuzu aparmışdıq. Mən onu yazmışdım onunla birlikdə, amma hələ də görüşməmişik. Və beləliklə Promises and Challenges of Urban Air Mobility, yəni dronların və insanların idarə etməsi olmayan cihazların uçurtmasının yaxşı və pis hissələrindən ibarət bir research hazırladım. Həmən researchdə hətta COP29-a da keçid qoydum. Necə qoydum? Bunun davamı COP29-da danışılacaqdır və dayanıqlı inkişaf, aerospace, aeronavtika, aerokosmosun, aviasiyanın, mexanika mühəndisliyinin gələcəyi ilə bağlı COP29-da da bu research'ün davamı olacaq.